Hər vaxtınız xeyir olsun. Bugün mən Cəyan Həsənov sizə Dövlət İmtahan Mərkəzinin 20 variantdan ibarət sınaq imtahanından 4-cü testin cavablarını izah etməyə çalışacağam. Bundan əvvəlki dərslərimizdə izahlarımızda artıq 3 testin izahını belə deyim, çəkmişik. Elə isə vaxt itirməyək, keçək suallara. İlk sual kimi bizdən nə soruşur? Göstərilənlər nəticəsidir. Şimali Azərbaycan kəndlərində təbəqələşməni gücləndirdi. Sahibkar kəndləri müvəqqəti mükəlləfiyyət daşımağa davam etdi. İlk baxışdan söhbət 1870-ci il kəndli islahatından gedir. Cavabımız Bakı variantıdır. Digər variantlara baxaq. Komendant idarə sonunun ləğv edilməsi. Xeyr, komendant idarə sonunun ləğv olunması 1840-dır və verilən cümlələrə uyğun gəlmir. Cənubi Qafqaz quberniyyalarında torpaqların məcburi sürətlə satın alınması haqqında qanun bu 1912-dir. Bu da uyğun gəlmir. Bakı şəhər özünün idarə hüququ bu 1878-dir. Yenə burada sahibkar kəndlərindən söhbət getmir. Balxanın etmədləri kəndlərin icbari və ya məcburi əməyin ləğv olunması 1864-dür. Burada da söhbət bundan getmir. Burada cavab 1870-dir. Ümumiyyətlə, burada bu variantlar içərisində B və C variantları abituriyentlər üçün çətinlik yarada bilər. Amma kəndlərin müvəqqəti mükəlləfiyyət daşımağa başlaması 1870-dən götürülür. Ümumiyyətlə, belə demək mümkündürsə, 1870-ci il islahatına qədər Azərbaycanda bir kəndlinin ağasından iki asılılığı var idi. Bir, kağız üzərində olmasa da feodal, iqtisadi və yaxud şəxsi asılılıq deyə bilərik. Düzdür, ümumiyyətlə bizə sual gəlsə şəxsi asılılığın olmadığını qeyd eləməliyik, amma kağız üzərində olmasa da bu faktiki var. Necə ki, Poçt qutusu əsərində Novruzəli öz ağasının xeyrinə müxtəlif işlər görür. Bir də torpaq asılılığı var. Təbii ki, 1870-ci islahatı feodal asılılığını ləğv elədi və kəndliyə eyni zamanda da torpaq alma hüququ verirdi. Təbii ki, torpağı ala bilən az saylı kəndlilərimiz qolçomaqlar adlanmağa başladı. Torpağı ala bilməyən çox kəndlilərimiz isə 1912-1913-cü ilə qədər müvəqqəti mükəlləfiyyətlə adlanmağa başlandı. Adından məlumdur. Müvəqqəti mükəlləfiyyətli. Yəni gün gələcək ki, kəndli artıq torpağı da alacaq və onun öz ağasından heç bir asılılığı qalmayacaq və mükəlləfiyyət daşımaqdan azad olacaq. Bax, burada cavab dediyimiz kimi B variantıdır. Belə, keçək növbəti suala. Cədvəldə hansı hadisələrin yeri dəyişdirilsə, bütün hadisələrin düzgün xronoloji ardıcılıqla düzülmüş olar. Bütün hadisələr. Şimali Azərbaycanda teatrın əsasının qoyulması məsələsinə baxsaq, bu 1873-dür. Suraxanada ilk ağ neft emal zavodu 1859-dur. Ehtiyatlı olun. Biri var Suraxanada ilk ağ neft emalı zavodu. Biri də var yerli kapitanla açılmış ilk ağ neft zavodu. Suraxanada ilk ağ neft zavodu 1859-da, amma yerli kapitanla açılmış ilk ağ neft zavodu isə 1863-dür. Cavad Məlikovun vasitəsilə. Neft sahəsində iltisam sisteminin ləğvi 1872-dir. İrəvan quberniyasının yaradılması 1849-dur. Bakıda ilk neft kəmərinin çəkilməsi isə 1878-dir. İlk növbədə baxan kimi, deməli, nəyin, belə desək, şahid oluruq 5 hadisəni düzəndə. Bir daha deyirəm, hansını yerini dəyişsək, cavab uyğun olar və ilk baxışdan burada C variantının olduğunu görürük. 1 ilə 4-ün yerini dəyişsək, hər şey düz olar. Çünki 4-ün də birinci 1849, sonra 1859, sonra 1872, 73 və 78-ci il hadisələri olar. Üçüncü suala baxaq. Uyğunluğu müəyyən edin. 1840-cı il İnzibati Məhkəmə islahatı və 1846-cı il reskripti. Ümumiyyətlə, bu reskript 6 dekabr reskriptini nəzərdə tutur. Köhnə kitablar bunu 6 dekabr verərdilər. İrəvan və Naxçıvan quberniyaları yaradıldı. Ümumiyyətlə, Naxçıvan quberniyasının yaranması haqqında heç bir fikir yoxdur. İrəvan quberniyası 1849-dur, yəni bu dövr üçün nəzərdə tutulsa. Ona görə variantı yararsızdır. Bəy və ağalar idarə işlərindən kənarlaşdırıldı. Bu 1840-cı il İnzibati Məhkəmə islahatıdır. Çünki komendant idarəsi o dövründə Azərbaycanlılar aşağı vəzifələrdə olsa tuta bilirdilər. Amma 1840-cı il
inzibati məhkəmə islahatında isə Azərbaycanlı bəy və ağalar tamamilə vəzifədən uzaqlaşdırıldılar. Hətta adi kəndxudalar belə Ruslardan təyin olunurdu. Ona görə birə bey gedəcək. Tiyul mülk, feodal torpaq mülkiyyətinin eyni kateqoriyasına daxil edilməsi. Bu 1846-cı il 6 dekabr reskriptidir. Yəni bu S-yə gedəcək. Belə ki, 1846-cı il reskriptində Rusiya bizim bəy və ağalara torpaqlar verərkən onlara bildirdi ki, sizin mülk torpaqlarınız kimi bundan sonra irsi torpaqlarınız tiyul da, yəni irsən keçə biləcək. Mərkəzi Şamaxı olan Xəzər vilayətinin yaradılması. Təbii ki, bu 1840-cı il inzibati məhkəmə islahatına gedəcək. Ümumiyyətlə, sistemin adına fikir verək, inzibati məhkəmə. Deməli, inzibati dəyişkənlikdə baş verib bu dövrdə. Məhkəmə islahatına dəyişkənlik baş verib. İnzibatidə hansı dəyişiklik baş verdi? Gürcü, Mehtə, Qubenası və Xəzər vilayəti yaradıldı. Məhkəmədə hansı dəyişiklik baş verdi? Mülki işlərə daha hərbi səhra məhkəməsində baxmayacaqlar. Sahibkar kəndlərindən mülkədə tabelçisi adı verildi. Bu isə 46-cı il 6 dekabr reskriptidir. Ümumiyyətlə, 46-cı il 6 dekabr reskriptinin sahibkar kəndləri haqqında demək olar ki, bizə məlum olan maddəsi budur. Yerdə qalan məsələlər bəy və ağalara həsr olunub. Deməli, biz burada nəyi tapdıq? 1BD, 2SY. Baxaq görə elə bir cavab varmı bizdə? 1BD, 2SY. Bəli, cavabımız Bakı variantıdır. 4-dən 1847-ci il kəndli əsasnaməlindən fərqli olaraq 1870-ci il kəndli islahatlarına aiddir. Aha. Deməli, burada vəziyyət necədir? 1. Mükəlləfə və torpaq məsələlərinə toxunulmuşdur. Təbii ki, bu yanlışdır. Niyə? Çünki bu oxşar cəhətdir. Hər ikisində istər mükəlləfət məsələsinə toxunurlar, istər torpaq məsələsinə. Torpaq məsələsinə necə toxunurlar? Həm 47-ci il islahatında, həm 70-ci il islahatında sahibkar kəndlilərinə 5%-dən torpaq verirlər icarəyə. Bəs mükəlləfət məsələsinə necə toxunurlar? Ümumiyyətlə, mükəlləfət sözünün mənası bəy və ağanın xeyrinə yerinə yetirilən əvəzsiz xidmətdir, belə desək. Pulsuz bir iş görməkdir. 1847-ci il islahatına görə orada mükəlləfətdən bəhs olunmuşdu. Hər bir kəndli biyara və əvrəzə getməyə məcbur idi. 1870-ci il qaydasına görə isə kəndli biyara və əvrəzə getməyib onu belə deyək, pul vergisindən əvəz eləyə bilərdi. Ona görə də bir onların oxşar cəhətidir. Biyar pul ödənişlə əvəz olundu. Bəli, bu 1870-ci ilə aiddir. Bu cavabı götürürük. Kəndlilər feodal aslından azad edilər. Bəli, bu da düzdür. 1870-də feodal aslından azad edilər. Bayaq mən buna geniş bir izah verdim. Burjua xarakteri daşıyırdı. Əlbəttə, ümumiyyətlə 19-cu əsrin birinci yarısına fərqli olaraq ikinci yarısına keçən islahatlar burjua xarakteri daşıyır. Torpaqdan istifadə müqabilində kəndlilər malcəhət vergisi ödəməli idilər. Malcəhət vergisi hər ikisində var idi. Ona görə də bizim burada cavabımız 2, 3, 4-dür. Davam edək. Doğru bəndi müəyyənləşdirək. Aha. Deməli, Cənubi Azərbaycanda məşrutə hərəkatı yatırılmışdı 1-ci Dünya müharibəsi illərində. Təbii ki, bu yanlışdır. Çünki məşrutə hərəkatı 1905-1911-ci illəri əhatə eləyir. 1-ci Dünya müharibəsi isə 1914-1918-ci illəri əhatə eləyir. Bu yanlışdır. Aha, buna mənfi qoyaq, yanlış. Nəşr Maarif və Nicat cəmiyyətlərini yaratmışlar Murtuza Muxtarov və Musa Nağıyev. Bunu doğru kimi qeyd eləyək. 1905-1906-cı illərdə. Şimali Azərbaycanda ilk milli partiya yaranmışdı Gəncədə. Tamamilə doğrudur. Çünki ilk milli partiyamız Ələkbər və Rəfibəyov tərəfindən yaradılmış Qeyrət partiyasıdır. Sonra Difai partiyasının mətbuat orqanı olmuşdur. Deməli, Təkamül və Yoldaş. Bu yanlışdır, çünki Difai partiyasının mətbuat orqanı İrşaddır. Vibok bəyannaməsini imzalamışlar Məmmədəmin Rəsulzadə və Mirəsəm Möhsümov. Bu da yanlışdır. Vibok bəyannaməsi Çarın 1-ci Dövlət Dumasının qovulmasına görə baş vermişdir və təbii ki, Dövlət Dumasının qovulmasına etiraz olaraq Azərbaycanda İsmail bəy Ziyadxanlı və Əlimərdan bəy Topçubaşov mübarizə aparmışdılar. Deməli, burada doğru variantlarımız gördüyümüz kimi 2-3, yanlış olanlar isə 1-4-5-dir. Cavabımız D variantıdır. Sarıqamış əməliyyatından fərqli olaraq Çanaqqala döyüşü. Sarıqamış əməliyyatı 1914-1915-ci illərdə, Çanaqqala əməliyyatı isə 1915-1916-cı illərdə baş vermişdir. Osmanlı qoşunlarının qələbəsi sona çatmışdır. Elə cavabımız budur. Çünki Sarıqamışda Osmanlılar Ruslara məğlub olmuşdur. Amma Sarıqamışda, belə deyim, Çanaqqalada Osmanlılar Fransa və İngilislərə qalib gəlmişdir.
Birinci Dünya müharibəsindən də baş verməsi hər ikisinin oxşar cəhətlidir. Çünki Birinci Dünya müharibəsinin 1914-1918-də olduğunu nəzərə alsaq, bunun şahid olarıq. Antanta qüvvələrinin qələbəsi ilə nəticələnmişdir. Sarıqamış, bəli, ruslar qalib gəlib Antanta. Amma Çanaqqalda Antanta qüvvələri olan fransızlar, ingilislər məğlub olmuşdur. Bu deməli, Antanta qüvvələrin qələbəsi ilə nəticələnməsi Sarıqamışın Çanaqqaldan fərqidir. Bizə Çanaqqalanın Sarıqamışdan fərqi lazımdır. SSR qoşunlarının məğlubiyyəti ilə ümumiyyətlə cümlədə yanlışlıq var. Çünki SSR ifadəsini 1922-30 dekabrdan tez işlədə bilmərik. Birinci Dünya müharibəsi ərəfəsində baş vermişdir. Ərəfə o deməkdir ki, yəni müharibə başlamamışdan qabaq. Yəni 1914-28 iyuldan qabaq. Amma gördüyümüz kimi hər ikisi Birinci Dünya müharibəsinin gedişindədir. Deməli, burada cavabımız A variantıdır. 7-yə baxaq. Şimali Azərbaycanın 19-cu əsrin 80-ci illər tarixi üçün xarakterik deyil. 19-cu əsrin 80-ci illərinin 1880-1889 olduğunu bir qeyd edək. Çağırış yaşına çatmış gənclər üzərində hərbi verginin qoyulması. Bilirsiniz ki, Rusiya bizimkiləri orduya aparmırdı və buna görə də hərbi vergi alırdı 1887-ci ildən başlayaraq. A düzdür. Neft yataqlarının hərraz yolla satılmağa başlanması 1872-dən başlayır. Belə ki, 72-yə qədər neftə iltizam sistemi var idi və iltizam sistemi yaxşı bir sistem deyil. İcarəyə verməkdir. Məsələn, biz adi bir yerdə bir kirayə evdə qalsaq və yaxud öz evimizdə qalsaq, təbii ki, kirayə qaldığımız evlə öz evimiz arasında ciddi bir fərq qoyuruq. Öz evimizə, belə deyim, daha çox kapital yatırmağa meyillik, nəinki kirayə qaldığımız evə. Ona görə də Rusiya başa düşürdü ki, bu torpaqları icarəyə verməklə həmin o torpaqları icarəyə götürən şəxslər ora çoxlu kapital qoymaqda maraqlı olmayacaq. Ona görə də 72-də iltizam sistemini ləğv etdi və onu bir dəfəlik mülk olaraq həmin insanlara satmağa başladı. Bu 1872-dir. Elə cavabımız yəqin ki, B variantı olacaq. Digər variantlara da bir baxaq. Dəmir yolu ilə neft daşımasında ilk dəfə vaqon sistemlər, bəli, bu 1880-ci ildir. Bakıda ilk mərkəzləşmiş telefon stansiyası bu 1886-dır. Qalakət misəritmə misaflaşdırma zavodu isə 1883-cü ildir. Gördüyümüz kimi burada B variantı 70-ci illərdir, 80-ci illər deyil. Xronoloji ardıcılığı müəyyənləşdirək. Təbrizdə Alman kapitalına məxsus xalça şirkətinin açılması bu 1912-dir. Bakı-Tiflis dəmir yolunun inşa edilməsi 1883-dür. Mazut kanonsiyası 1904-dür. Tənbəki üsyanının baş verməsi isə 1891-dir. Deməli, biz burada nəyin şahidi olduq? 2, 4, 3, 1. Yəni, cavabımız Y variantıdır. Burada bir neçə məsələyə aydınlıq vermək istəyirəm. Deməli, Təbrizdə var Təbriz xalça şirkəti. Burada bu 8-ci sualda bəhs olunan birinci məsələ. Bir də var Təbrizdə xalça fabriki. Bu Xiyabani dövründədir, xalça fabriki. Bu 1920-də olacaq. Sonra, başqa hansı məsələni vurğulayım? Bakı-Tiflis arasındakı rabitə qovşaqlarında çox vaxt abituriyentlər çaşırlar. Bakı və Tiflis arasında birinci teleqraf xəttləridir. Sonra dəmir yoludur 1883-də. Sonra isə telefon xəttidir. Həmişə belə yadda saxlamaq olar. Teleqraf və telefon xəttinin arasından dəmir yolları keçir. Mazut kanonsiyası. Mazut kanonsiyası Azərbaycanda fəhlələrin ilk, belə deyim, müştərək müqaviləsidir. İki şey də qarışdırırlar. Mütəşəkkil tətil bu 1895-dir. Bir də var ilk müştərək müqavilə bu 1904-dür. Qaldı ki, Tənbəki üsyanı bu 1891-dir. Cənubi Azərbaycanda baş vermişdir. Davam edək. Növbəti sual 9-cu sual. Cənubi Azərbaycanda baş vermiş 1905-11-ci illər məşrutiyyət dövründə xalqın tələblərinə aiddir. Bir səhvdir. İlk dəfə muxtariyyət tələbini irəli sürən Şeyx Məhəmməd Xiyabanidir. Amma biz bilirik ki, 5-11-ci illər hərəkatında Şeyx Məhəmməd Xiyabani olmayıb. Ümumiyyətlə, Cənubi Azərbaycanda həmişə muxtariyyət anlayışı olub. İstənilən, belə deyim, üsyanda yox, sadəcə istəyərkən muxtariyyət istəmişik. Müstəqillik şüarı o qədər də səsləndirilməyib, bir səhvdir. Talbotla bağlanan müqavilə 1891-ci ildir. Onsuz da buna qarşı üsyan baş verdi və Şah hökuməti 1892-ci bunu ləğv elədi. Bir ikini çıxsaq, cavabın 3-4-5 olduğunu tam aydın şəkildə görə bilərik.
Növbəti sualımız. Qafqaz cəbhəsindən Rus qoşunları tamamilə çəkildi. Cənubi Qafqaz Komissarlığı ilə Osmanlı dövləti arasında imzalanmışdı. Söhbət təbii ki, Ərzincan barışından gedir. 1917-ci ilin 5 dekabrında olmuşdur. Ümumiyyətlə bu dövrdə Cənubi Qafqazda həm belə deyək, Cənubi Qafqaz komitəsi mövcud olub, həm Cənubi Qafqaz Komissarlığı mövcud olub, həm də Cənubi Qafqaz Seymi də mövcud olub. Cənubi Qafqaz əvəzinə bəzən Zaqafqaziya sözünü işlədilər. Zaqafqaziya komitəsi, Zaqafqaziya Komissarlığı və Zaqafqaziya Seymi. Bu üçünün arasında Osmanlı ilə müqavilə imzalayan Zaqafqaziya Komissarlığıdır. Seym Osmanlı ilə çox çatışıcı danışıqlara getsin, amma Osmanlı ilə yekun müqavilə bağlaya bilmədi. Cavab Y. Ərzincan barışıqdır. Davam edək. 11. Hadisə nəticə əlaqəsinin doğru verildiyi bəndi müəyyənləşdirin. Doğru. 1812-ci il Buxara sülhünün imzalanması ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməyə başlanması. Ümumiyyətlə Buxara sülhünə görə, kitablarımızda yazılmasına görə ermənilərin köçürülməsi nəzərdə tutulmur. Həm də ermənilərin köçürülməyə başlanması da demək olmaz. Çünki ermənilər bundan bir xeyli əvvəl köçürülmüşdülər. A variantı üzərindən xətt çəkirik. 1830-cu il Çar Balakən üsyanının baş verməsi, ərazinin daxili müstəqilinin ləğv olunması. Bu düzgün cavabdır. Çünki Çar Balakən 1803-də antlı öhdəliklə xarici müstəqilini itirsə də daxili müstəqilini saxlamışdı və 1830-cu ildə Rusiya vergilərin verilməməsini və digər məsələləri bəhanə edərək Çar Balakəndə daxili müstəqilini ləğv etdi və Çar Balakən dairəsi yarandı. Çar Balakəndə yaranmış orqan isə müvəqqəti idarə adlanır. Müvəqqəti idarə isə 3 ərazimizdə olubdur. 1-ci Rus-Qacar dövründə Şəkidə 1806, 2-ci Rus-Qacar müharibəsində Təbrizdə 1827, indi isə bu Çar Balakəndədir 1830-dur. Cavab B-dir. Digər variantlara baxaq. 1843-cü il 1-ci Nikolayın fərmanı, Qafqaz canişin yaradılması bu 1844-dür. 1 il səhv verilibdir. Rəhdarın ləğv olunması ticarətin tənəzzülünün başlaması. Əksinə, rəhdarın ləğv olunması ticarətin inkişafına şərait yaradan bir amildir. Çünki rəhdar daxili gömrük haqqıdır. Maraq üçün deyim, bunu Osmanlılar gətirmişdi. 1836-da ləğv olunmuşdu. Qaldı ki, 1821-ci il güzəştli ticarət tarifinin qəbulu, əcnəbi mallardan alınan gömrük rüsumunun tamamilə ləğv edilməsi bu yanlışdır. 50%-dən vergi alınırdı. Deməli, burada bizim düzgün cavabımız B variantı oldu. Sonra 12. Neft sənayesində iltizam sisteminin ləğv olunması nəticəsinə aid deyil. Əlbəttə ki, neft sənayesi sürətlə inkişaf etməyə başladı. Çünki çoxlu kapital qoyuldu. B variantı qalsın. C. Neftli torpaqların bir hissəsi Azərbaycanın kapitalistlərinin əlinə keçdi. Bəli, biz ümumiyyətlə neft sektorunda zəif təsir bağışlasaq da, neft sömürgən sahə idi. Ümumiyyətlə bizim sahibkarlar neftdə var, amma neftdə bir ağırlığımız yoxdur. Belə izah edeyim. Tutaq ki, bir 20-25 neft maqnatı varsa, onun cəmi 4-5-i belə deyim Azərbaycanlı sayılır. Təbii ki, rəqəmlər şərtidir. Neftdə biz azıq, əlvan metal da demək olar ki, yoxuq. Biz əsasən yüngül və yeyinti sektorunda varıq. Neft yataqlarının hərraz yolu ilə xüsusi adamlara satılmağa başlanması, bəli, bu 1872-dən sonra olur. Neft sahəsində kapital axını gücləndi. Bəli, əgər sən neftli torpaqları ayrı şəxslərə bir dəfəli satacaqsansa, həmin adamlar dərk eləsələr ki, bu torpaqlar artıq onlara icarəyə yox, həmişəlik verilib, o zaman ora kapital qoyarlar. İltisam sisteminin ləğv olunmasının 1872 olduğunu nəzərə alsaq, deməli cavabımız B variantıdır. Çünki Balaxanada neft mədənlərində kəndlərin məcburi əməlinin ləğvi 1864-dür. Gördüyümüz kimi bu düşmür. Cavab B. Davam edək. 13-cü suala baxaq. Daha əvvəl baş vermişdir. Alman köçkünlərinin Qafqaza köçürülməyə başlanması bu 1817-1818 kimi qeyd edək. Azərbaycanda Avropa tipli dünyəvi məktəb, söhbət Qəza məktəblərindən gedir. Ümumiyyətlə, bu sizə 3 formatda düşə bilər. Qəza məktəbi kimi düşə bilər, Avropa tipli dünyəvi məktəb kimi düşə bilər və yaxud dövlət imtahan məktəbləri kimi düşə bilər. Şəki xanlığının ləğv olunması bu 1819-dur. Ləğv olunaraq əyalətə sevilir. Əhalinin rifahına yardım məqsədlə Tiflisdə əmanətlər məktəbinin yaradılması bu 1828-dir. Xəzər vilayətinin bəylərinin torpaqlarının müsaadəsinə başlanması isə 1841-ci ildir. Deməli, burada daha əvvəl baş verən hadisə təbii ki, A variantı olmuşdur. Bu Y variantının bir balaca izah verim. 41-ci ildə müsadirə başlanılır.
Çar Rusiyası 1842-də müsadirəni dayandırır. Çünki axır əvvəl dərk edir ki, Azərbaycanlı bəy və ağaların köməyi olmadan dövləti idarə edə bilməyəcək, tutduğu ərazini və eyni zamanda üsyanlar da baş verir. Bu məsələdə ehtiyatlı olaq. Yəni əksər abituriyentlər 19-cu əsrin 30-cu illərində Çar Rusiyasına qarşı olan üsyanları yadlarında qalır. Çünki Çar Balakəndir, Şəkidir, geniş verilir. Amma 40-cı illərdə olan üsyanları yadında saxlamaqda çətinlik çəkir. Var bu üsyan. 1843-də Çarın əmri ilə bizim keçmiş bəy, xan, ağalarımız ali müsəlman silkinə daxil edilir. Sonra isə 1844-cü ildə Vorontsov Qafqaz canişini olduqdan sonra Çar ona tapşırır ki, nə et, nə iş görürsən gör, məni bəy və ağalarla barışdır. Və nəticədə 1846-cı ildə reskript bağlanır və həmin bu reskriptə görə Rusiya bizim bəy və ağalarla, belə desək, həmişəlik barışmış olur. Davam edək. 14-cü suala baxaq. Xəritədə rəqəmlə göstərilmiş dövlətlərə aid uyğunluğu müəyyənləşdirək. İzaha keçməmişdən qabaq birin, belə deyək, Osmanlı olduğunu qeyd edək. 2-nin Rusiya olduğunu qeyd edək. 3-ün isə Fransa olmasını qeyd edək. Baxaq. Antanta hərbi ittifaqının üzvü olublar. 1, 2, 3. Təbii ki, bu yanlışdır. Çünki Fransa və Rusiya amma Osmanlı Antantanın hərbi ittifaqının üzvü olmayıb. Sarıqamış döyüşün iştirakçısı olmuşlar. 1-lə 2. Bəli, təbii ki, burada Ruslar Osmanlıya qalib gəliblər. 2 cavabı düzdür. 2-lə 3. Birinci Dünya müharibəsi zamanı Səməd bəy Mehmandarovu mükafatlandırmışlar. Tamamilə doğrudur. Səməd bəy Mehmandarovu həm Rusiya, həm Fransa, həm Böyük Britaniya, həm Rumıniya mükafatlandırıb. 4-cüdə isə 1 və 3 1914-cü ilin sonunda Cənubi Azərbaycana qoşun yeritmişdi. Fransa Cənubi Azərbaycana ümumiyyətlə bu dövrdə girməyib. Bu da səhvdir. Mən bu məsələni böyütmək istəyirəm. Ümumiyyətlə Cənubi Azərbaycana 1914-cü ildə ilk dəfə Osmanlı girir. Sonra Osmanlı Sarıqamış əməliyyatlarında məğlub olduqdan sonra 1915-ci ildə ora Rusiya daxil olur. Sonra Rusiya, yeri gəlmişkən Rusiya 1915-ci ildə Təbrizə tutur. 1827-də də Təbrizə tutmuşdu, bu məsələdə ehtiyatlı olaq. Sonra 1917-nin 17-ci ildə inqilablar baş verəndən sonra 17-nin sonu 18-in əvvəlində Rusiya çıxdıqca bura İngiltərə daxil olur. Sonra İngilislərin burada olduğu dövrdə bu Urmi bəlası baş verir, bunu bilirsiniz. Və Urmi bəlasının qan tökülməməsi üçün 1918-ci ildə yenidən Osmanlılar bura girir. Amma 1918-də Osmanlılar Mudros sülhünə görə buradan çıxacaqlar. Deməli, burada cavabımız 2-3 oldu, yəni C variantı oldu. 15. Cənubi Azərbaycanda baş vermiş Babillər hərəkatından fərqli olaraq Məşrut hərəkatı. Babillər hərəkatının 1848-1852 olduğunu qeyd edək, hər ehtimala qarşı. Məşrut hərəkatının isə 1905-1911 olduğunu qeyd edək və altına xətt çəkərək qeyd edək ki, bu artıq belə deyək, Burjuya inqilabı idi. Hərəkatın gedişində hərbi şura yaratmışdır. Bəli, bu düzgün cavabdır. Çünki Məşrut dövründə hərbi şura var. 2. Zəncan şəhərində üsyan başlamışdır. Bu fərq olmayacaq. Çünki Babillər hərəkatının əsas mərkəzlərindən biri Zəncandır. Eyni zamanda Məşrut hərəkatı dövründə də Təbrizdə, Zəncanda üsyanlar baş verir. Buna görə də belə desək 2 oxşar cəhətdir. Qacarlar sülaləsinin dövründə baş vermişdir. Əlbəttə bu da oxşar cəhət olacaq. Çünki nəzərə alsaq ki, Qacarlar 1796-dan 1925-ə qədər hakimiyyətdə olublar və ya belə deyək də, tutaq ki, götürək Türkmənistan müqaviləsini 1828-dən, əslində bundan tez Cənubi Azərbaycan torpaqlarını Qacarlar tutublar, amma ümumi olaraq bir şey götürək. 1828-dən 1925-ə qədər Cənubda ağalıq etdiyini bir daha göstərsək, hər ikisi tutuşur və bu fərq deyil. Bunu da üzərinə xətt çəkirik. 4. Bu fərqdir. Bəli, Məşrut hərəkatı dövründə parlamentin çağırılması tələbi də irəli sürülübdür. Və 5-də də təbii ki, ilk əncümənlər, yəni seçkili orqanlar bu da məhz burada yaradılmışdır. Burada cavabımız 1, 4, 5 olacaq. 16. 20-ci əsrin əvvəllərində Qafqazın idarə olunmasında Çar hökumətinin etdiyi dəyişiklik. Komendant idarə üsulunun ləğv edilməsi 1840-dır. Təbii ki, bu 19-cu əsrdə bunun üzərindən xətt çəkirik.
Bakı Fəhlə Deputatlar Sovetinin ləğv olunması. Bakı Fəhlə Deputatlar Sovetinin ləğv olunması 1906-dır. Amma yəni bu bir idari sol deyil axı. Ona görə bunu da üzərinə xətt çəkirik. Şimali Anadoluda xanlıqların əyalətə çevrilməsi 1828-dən sonra bizim heç bir xanlığımız qalmayıbdır. Yəni bu proses 19-cu əsrdə baş verib. Qafqaz canişinin bərpa edilməsi. Bəli, bu düzgün cavabdır. Çünki Qafqaz canişinliyi 1844-də yaranmışdı bir dəfə, 1883-ə qədər. Sonradan 1883-dən 1917-yə qədər, belə demək mümkündürsə, 1905-ə qədər Mülki İşlər üzrə rəislik olmuşdu. Sonra 1905-ci ildən 1917-yə qədər yenidən Qafqaz, belə deyək, canişinliyi olub. Cavabımız D variantıdır. Qalır ki, Cənubi Qafqaz Seyminin fəaliyyət göstərməsi, fəaliyyətə başlaması. Cənubi Qafqaz Seymi 1918-in fevralında işə başlayıb və biz 1917-ci ilin fevralından sonra çar ifadəsini işlədə bilmərik. Ona görə də burada Y variantı da yanlışdır. Cavabımız D variantı olacaq. 17-ci suala baxaq. Aha. Euler-Venn diaqramına uyğun bəndləri müəyyənləşdirək. Baxaq. Dövlət kəndlərinin köçmə hüququnun ləğv edilməsi təbii ki, bu 1853-dür və A variantı 2-yə gedəcək. Babillər hərəkatının baş verməsi 1848-dir, amma ehtiyatlı olun əzizlərim. Bax, açar söz budur, Şimali Azərbaycan. Babillər axı Cənubi Azərbaycanda baş verib. B variantının üzərindən xətt çəkirik. Ümumiyyətlə, B variantının üzərindən xətt çəksə A da gedir, B də gedir, Y də gedir. Amma biz yenə də izləyək digər prosesləri. Ali müsəlman silkinin təsis olunması. Təbii ki, bu 1843-dür. C variantıdır. Yeni inzibati ərazi vahidinin yaranması. Bu ortaya gedər. Niyə? Çünki məsələn 1846-da Şamaxı qubeniyası var, 1859-da Bakı qubeniyası var, 1868-də Yezvetpol qubeniyası var. Bunlar hamısı inzibati vahidlərdir. Yəni ümumiyyətlə inzibati sözün mənası yer dəyişkənliyi deməkdir. D ortaya gedəcək. Avropada ən böyük ipək sarma müəssisəsi isə bu 1861-ci ildə Şəkidə açılmış ipək fabrikidir və 60-cı illərə də bu gedəcək. Deməli biz burada nəyə tapdıq? 1 C, 2 A, 3 Y, 4 D. Deməli bizim düzgün cavabımız C variantıdır. Belə. 18-də xronoloji ardıcılığı müəyyən edin. Carbakəndə müvəqqəti idarənin yaradılması. Bayaq mən bu barədə məlumat verdim 1830. Şəkidə Rus milli qüvvədən ibarət müvəqqəti idarə 1806-cı ildə yaradıldı. Bu Xoylu Zəfərqulu xan tərəfindən yaradıldı. Və hətta Şəkiyə çoxlu, belə deyim, Xoydan əhali köçürüldü. Bax, bugünkü məşhur tanıdığımız Fətəli xan Xoyskidir, sonra Mirzə Fətəli Axundzadədir. Onlar Xoydan gəlmişdilər və Şəkidə anadan olmuşdular. Təbrizdə müvəqqəti idarənin yaradılması isə 1827-dir. Kifayət qədər rahat bir xronoloji ardıcılıqdır. Cavabın 2, 3, 1 olduğunu görürük. Cavabımız C variantıdır. 19. Eyni də baş vermişdir. Xanabad manufakturasının əsasının qoyulması, Taypilin hərəkatının başlanması bir tərəfin 1827 olduğunu görürük. Bir tərəfin isə 1864 olduğunu görürük. Səhvdir. Qafqaz canişinin yaradılması 1844 olduğunu görürük. Amma Nankin müqaviləsinin 1842-də olduğunu görürük. Bu da səhvdir. Ali müsəlman silki ifadəsinin yaradılmasının 1843, sipahiləri isə 1857 olduğu, yatılması üzrə 1859 olduğunu görürük. İrəvan qubeniyasının yaranmasının 1849, Navarin dəniz döyüşünün isə 1827 olduğunu görürük. Cavab bir dənə Y variantı qaldı. Təbii ki, hər ikisi 1868-dir. Deməli, cavabımız Y variantıdır. 20-yə baxaq. 19-cu əsrin ikinci yarısı Şimali Azərbaycanda əsası qoyulmuşdur. Deməli, bu 1851-1900-cü illəri əhatə edirsə, mərkəzləşmiş telefon stansiyası 1886-dır. Bəli, bu həmin o illərin şərtini ödəyir. Rus-Azərbaycan məktəbi 1887, bu da ödəyir. Ümumiyyətlə, Rus-Azərbaycan məktəbində ehtiyatlı olun. Biri var ilk Rus dilli orta məktəb. Bu 1865-dir. Bir də var Rus-Azərbaycan məktəbləri. Bu 1887-dir. Bunların xarakterində də dəyişiklik var. Belə deyim, fərq var. Əgər
Rus-Azərbaycan məktəbləri ibtidai məktəbləri idisə, məqsəd orta məktəb uşaq hazırlaşdırmaq idisə, amma ilk rus dilli orta məktəb deyirik yazımızda, bu isə orta məktəb sayılırdı. Satirik mətbuatın əsasının Molla Nəsrəddin tərəfindən qoyulduğu nəzərə alsaq 1906 20-ci əsrə düşür. İlk bədii filmimizin 1916-da Neft və Milyonlar sənədində çəkildiyini nəzərə alsaq, səssiz filmimiz. Bu da 20-ci əsrin əvvəlləri. Deməli, burada cavabımız A variantı 1-2-dir. Davam edək. 21. Difai Partiyasına aid fikirlərdən biri yanlışdır. Partiyanın mərkəzi komitəsi bəli, Bakıda yerləşirdi. Məmməd Əmin Rəsulzadə 1913-cü ildən partiyanın liderinə, xeyr, partiyanın lideri Əhməd bəy Ağayev olub. Doğrudan da Azərbaycan tarixinin yetişdirdiyi möhtəşəm şəxslərdən biri Əhməd bəy Ağayev olub. Yəni, fövqəladə bir şəxsiyyət olub, belə desək. B variantı müsavata aiddir. Elə cavabımız Bakı variantıdır. Mətbuat orqanı İrşad Əhməd bəy Ağayev erməni qırğınlarından qorunmaq üçün bəli. Bu məsələdə diqqətli olun. Yeri gəlmişkən bu B variantına biraz izah verim. Müsavatı yaradanlardan biri Məmməd Əmin Rəsulzadə deyil. Məmməd Əli Rəsulzadədir. Bəzi məlumatlara görə o Məmməd Əmin Rəsulzadənin qardaşı olub, bəzilərində isə əmisi oğlu kimi keçir. Amma bu Məmməd Əmin Rəsulzadə deyil. Çünki Məmməd Əmin Rəsulzadə həmin vaxt İranda idi və sonradan gəlib bu partiyanın rəhbərinə çevrilmişdi. Verilənlərin hamısının aid olduğu ərazini xəritədə müəyyənləşdirin. Yəqin ki, hamısı birindədir. 19-cu əsrin 30-cu illərində ərazisi müsəlman həyətləri rəisinə daxil idi. Bu hələ ki bizə heç nə demir. Çünki 4 dənə ərazi var. Təriqətçi və bidətçi rus ailələrinin məskunlaşdırıldığı bölgələrdən idi. Bu da bizə 3 dənə ərazi buraxır. Qarabağ, Şirvan və Lənkəran. Komendant idarə üsuluna qarşı üsyanın baş verməsi, bu artıq Qarabağ və Şirvanı da silib bizə Lənkəranı verəcək və Lənkəran da xəritə baxımından 5 olacaq. Bu məsələdə diqqətli olaq. 4-ün təbii ki, Bakı əyalətinin olduğunu deməkdə. 3-ün Şamaxı və yaxud Şirvan, 1-in Şəki, 2-nin Qarabağ, 5-in isə Lənkəran olduğunu deməkdə fayda var. Davam edək. Cənubi Qafqaz Komissarlığı, deməli, burada cavabımız bizdə Y variantı oldu. 23-ə baxaq. Cənubi Qafqaz Komissarlığı və Cənubi Qafqaz Seymi üçün oxşar cəhətdir. Bayaq buna nisbətən anlayış verdim, izahat verdim, amma yenə də çalışıram ki, burada da geniş formatda izah verim. Deməli, Cənubi Qafqaz Komissarlığının mövcud olma vaxtlarına baxsaq, 1917-nin noyabrından 1918-in fevralına qədər mövcud olub. Zaqafqaziya Seymini isə buradan yazın. 1918-in fevralından 1918-26 maya qədər mövcud olmuşdur. Osmanlı dövlətlə sülh danışıqlarının aparılması. Bu hər ikisi üçün oxşar cəhət olacaq. Bayaq mən dedim. Cənubi Qafqaz Komissarlığı Osmanlı sülh danışıqları aparıb və Ərzucan müqayisəsini bağlayıb. Onsuz da komitə, komissarlıq və Seym arasında yeganə Osmanlı ilə müqavilə bağlamağa nail olan komissarlıqdır. Seym də Brest-Litovsk müqaviləsinin danışıqlarının müzakirəsinə başlamışdı Osmanlı ilə, amma bu alınmadı. Burada bir xatırlatma verim. Zaqafqaziya Seymi Osmanlı ilə yekun müqavilə bağlamaq üçün gedir Batum şəhərinə və Batum konfransı 11 may 4 iyunda imzalanır. Belə deyim, keçilir Batum konfransı. Bir dənə fikir verək. Zaqafqaziya Seymi Batum konfransına girir, amma çıxa bilmir. Çünki girir Seym şəklində, çıxır 3 dövlət şəklində. Azərbaycan, Ermənistan və Gürcüstan. Axı 26 mayda Zaqafqaziya Seymi dağılır. Ona görə də Seymin yadda salın, Osmanlı sülhü yoxdur. Amma sülh danışıqları aparması hər ikisidir. Bakı XKS ilə müqavilə imzalaması. Bakı XKS kimlərin orqanıdır? Sovetlərin, bolşeviklərin və ehtiyatlı olaq. Nə komissarlıq, nə komitə, nə Seyim, Sovet hökumətini tanımayıb. Ona görə 2-nin üzərindən xətt çəkirik. Bakı şəhərinin səlahiyyətlərindən kənarda qalması. Bəli. İstər Cənubi Qafqaz Komissarlığı, istər Cənubi Qafqaz Seyminə daxil olmayan şəhər Bakı idi. Niyə? Çünki oktyabr ayında hakimiyyətə gələn Sovetlər çox keçmədi ki, noyabrın əvvəllərində Bakı şəhərini ələ keçirdilər.
Ümumiyyətlə Leninçilər Qafqaza daha çox Tiflis yox, Bakı gözündən sanki baxmağa çalışırdılar. Həm də Tiflisdə hakimiyyətləri zəifləmişdi. Çünki istər komitə, istər komissarlıq, istər Seymin mərkəzi kimi Tiflis qəbul olunmuşdu. 3 də düzgün cavabdır. Birinci Dünya müharibəsi illərində yaranması, əlbəttə görürsüz, hər ikisi Birinci Dünya müharibəsi illərindədir. Konkret dəqiqliklə vaxtını yazsaq, Birinci Dünya müharibəsinin 1914 28 iyul 1918-11 noyabr olduğunu nəzərə alsaq, yuxarıda yazdığım məsələlərin ikisi də ödəyir. Qaldı ki, Romanovlar sülaləsinin qərarı ilə yaradılması. Romanovlar sülaləsi Çar hökuməti deməkdir. Axı 1917-nin fevralından sonra biz Romanovların adını çəkə bilmərik. Artıq Çar yoxdur. Çünki fevral inqilabı nəsə Çar devilib. Ona görə də burada cavabımız təbii ki 1, 3, 4 olacaq. Bax belə. Növbəti məsələyə baxaq. 24-cü suala baxaq. Hadisə nəticə əlaqəsinin doğru verildiyi bəndləri müəyyənləşdirək. Aha. Deməli, birincidə nə deyir burada? 1900 doğru verildi. Aha. 1912-13-cü illər aqrar qanunları Vahid kənd idarəsinin yaradılması. Bu yanlışdır. Çünki Vahid kənd idarəsi 1865-ci ildə yaradılıb. 1912-13-cü illər aqrar qanunu isə bayaq 1872-ci ildəki kəndlər torpağını ala bilməyən kəndlilər 12-13-də məcbur edilmişdilər ki, onlar torpaqlarını alsınlar. Ona görə bir səhvdir. Mazut konstitusiyası adlandırılan sənədin imzalanması iç siyasi partiyaya əlaqə yoxdur. Çünki Mazut konstitusiyası 1904-dür, amma iç siyasi partiyamız 1905-dir. Bu da əlaqəsizdir. Ümumi müsəlmanların ikinci qurultayının keçirilməsi Müsəlman İttifaqının nizamnaməsinin qəbul olunması. Bu düzgün cavabdır. Ümumiyyətlə, birinci qurultayda Müsəlman İttifaqı yaradılır. İkinci qurultayda həmin o Müsəlman İttifaqının nizamnaməsi və proqramı qəbul olunur. Üçüncü qurultayda isə həmin o Müsəlman İttifaqının mərkəzi komitəsinin yeri Bakıda təyin olunur. 3 düzdür. Yevelina gəmisindəki Azərbaycanlı hərbçilərin tərk islah edilməsi, Mart soyğununun başlanması, bəli, Yevelina hadisələri Mart soyğunu üçün sanki bir qığılcım rolunu oynayır. Cavabımız 3, 4-dür. Belə. Növbəti sualla davam edən, növbəti sualımız 25-ci sualdır. 19-cu əsrin birinci yarısında Şimali Azərbaycan köçürülməyə başlanmışdır. Deməli, birinci yarısı təbii ki 1801-1850-ci ildə olduqlarını mütləq nəzərə alaq. Tərqətçi və bidətçi rus kəndləri bu 1830-dur. Bəli, bu düzgün cavab olacaq. İlk dəfə ruslar bu vaxt köçürülmüşdür. Alman köçkünlər də 1817-1818-ci illərdə olduğunu nəzərə alsaq, cavabın 1-2 olduğunu götürərik. Ağsıxa türkləri yaşayıblarmı? Bəli, Xocalı soyqırımı zamanı orada Ağsıxa türklərindən də yaşayanlar var idi. Amma Ağsıxa türkləri sonradan köçürdülər Azərbaycana, əsasən 20-ci əsrdə köçürdülər. Qaldı ki, İsveç təbəələri ilk dəfə 19-cu əsrin ikinci yarısında gəlirlər, amma onlar Nobel qardaşları şəklində gəlirlər. Yəni burada söhbət əhalidən getmir. Bu da gəlsələr belə ikinci yarısıdır. Deməli, 25-ci sualda cavabın 1-2 olmasını qeyd edək. Keçək 26-cı suala. Cənubi Qafqazda dövlət kəndlərinin torpaq quruluşu haqqında qanun. Onsuz da bu yetim dövlət kəndləri haqqında belə desək, elə də çox qanun yoxdur. Bu 1900-cü ildir. Əsasnamə olsaydı, yəni həmin qanunun əsaslandırılması o 1903 olacaqdı. Cavad Məlikov Bakıda ağ neft zavodu. Ehtiyatlı olun, bu ilk ağ neft zavodu deyil, amma ilk yerli kapitaldan, yəni bizimki, bir Azərbaycanın ilk ağ neft zavodu 63. Bakı Ağ Neft Zavodu sahiblərinin ittifaqı 1893-dür. Maraq üçün deyim, bununla neft sahəsində nə yaranıbdır? İndisallaşma prosesi başlayıb. Burada gördüyümüz kimi çox rahat bir xronologiyadır. 2-dir, 3-dür və 1-dir. 27-ci suala baxaq. Bizə verilib, deməli, 20-ci illər, yəni 1820-1829-cu illər və eyni zamanda da 1830 və 1839-cu illər. Lənkəran xanlığının ləğv edilməsi, təbii ki, bunun 1826 olduğunu nəzərə alsaq, A variantını 1 aparacağıq. Şeyxülislam vəzifəsi 1829-un B-də bura gedəcək. Şamaxı quberniyasının yaradılması 1846, ağzımızda 40'lar deyirik, səhvdir. Rəhddarın ləğv olunması 1836, təbii ki, bu gedəcək 30-cu illərə. Nadir Şahın Osmanlı dövlətlə sülh müqaviləsinin imzalanması, Nadir Şah ümumiyyətlə 18-ci əsrdə yaşayıbdır, 19-cu əsri görməyib.
Y variantı da yararsızdır. Deməli 1A, B, 2D variantı. Bax belə. Sonra keçək situasiya tipli məsələlərə. Deməli, üsyana Xuluq kəndinin kəndxudası Hacı Məhəmməd rəhbərlik edirdi. Söhbət Hacı Məhəmməddən gedirsə, söhbət Quba üsyanından gedir. Baxaq nə istəyir bizdən. Mənbədə bəhs olan üsyanın gedişində üsyançıların yaratdığı təşkilatlanma formasının adını qeyd edin. Söhbət təbii ki, hərbi şuradan gedir. Hərbi şura. Ümumiyyətlə, hərbi şura həm Quba üsyanı zamanı var. Hərbi şura həm Səttarxan hərəkatı zamanı var. Bir də yadıma düşəndən hərbi şura Azərbaycan Xalq Cümhuriyyətində də var. Bu Gürcüstanla Denikin təhlükəsinə qarşı. Bir də hərbi şura 1920-ci illər üsyanında Gəncədə var. Ola bilər hardasa yenə də hərbi şura vardı, diqqətimdən qaçdı. 29. Bəhs olan üsyanın başlaması üçün bəhanə. Bəhanə aydın məsələdir. Bu dağ yerində biraz atların saxlanması çətindir. Rusiya Varşava alayına at istəyirdi. Varşava Polşanın paytaxtıdır və Polşanın da bir hissəsində biz bilirik ki, Rusiya 1814-15 Viyana konqresindən sonra nail olubdur. Və həmin o Varşava alayına at lazım idi. Varşava alayına at. Bu bəhanə idi. 30. Bəhs edilən üsyanın mənbədə göstərilməyən iki nəticəsi. Demək olar ki, üsyan nəticəsi də verilməyib. Burada nə deyə bilərik? Hacı Məhəmməd edam olundu, belə deyim. Hərbi Səhra Məhkəməsinin qərarı ilə. Üsyan iştirakçıları Sibirə sürgün edildi. Bir də ümumi Rusiyanın dəyişli sistemini yazmaq olar ki, baxmayaraq ki, üsyan məğlub oldu, amma Rusiya idarə sistemi dəyişdi və belə başa düşdü ki, artıq komendant rejimi yaramır. Yeni bir idarə sona keçmək lazımdır. Yəni Rusiya Azərbaycanda idarə üsulu keçirirdisə, məqsəd burada nə idi? Məqsəd öz hakimiyyətini möhkəmləndirmək idi. Yəni bizim belə desək qara qaşımıza, qara gözümüzə vurulmamışdı. Bu qədər. İnşallah növbəti dərslərimizdə də digər silahlarımızı izah etməyə çalışacağam. Sağ olun, Allah'a emanet olun.